Herkese selamlar. Bugün 5 April 2026 tarixində keçirilmiş 9 sinif buraxılış imtahanının riyaziyyat fənnin sualına baxacağıq. Gəlin başlayaq 57-ci sualdan. 57-ci sualda bizə deyilir. Deyir 30 hektar əkin sahəsi artırıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? İlk olaraq 30-dan dandan şərtisinə bax 30-dan 42'ye artıb. Ne kadar artıb? 12 hektar. Bunu yazdık 12. Sürətə yazdıq. Nədən artdı? 30'dan. Bunu yazdık məxrəcdə. Buraq 100%. Faizə çevirəndə. Bu da bizə verir 40%. Doğru cavabımız B variantı. 58-ci sual. 58-ci sualda bərabərsizlik deyəndə tənif veriblər. Mənfi 4'te 3. Tənin xassəsindən 2 dənə tənasüb verib. 2 nisbətin bərabərini verib tənasüb. Tənasübü əldə edəndə çarpaz vururuq. 12 vur mənfi 4. 3 vur x-ə. Mənfi 48 bərabərdir 3x-ə. X də bərabərdir mənfi 16-ya. Əlli 9-cu sual. Y bərabərdir 2x. 5x üstə gələ y bərabərdir 21. Tənşlər sistemi verib. Y-in qiymətini 2x üçün verib. Aşağıdakı tənəkdə yerinə qoysa 5x üstə gələ 2x bərabərdir 21-ə. 7x bərabərdir 21, x bərabərdir 3-ə. Gətirib yerinə qoysaq 2 vur 3 bərabərdir 6-ya. Deməli həllimiz 3, 6. O deyir D variantı. 60. K'nın hansı ən böyük qiymətində 0,4-də K üstə gələk? 0,K'da 10'da K 4'də 4. Cəmi düzgün kəsirdir. Burada bizə şərt verib K rəqəmdir. Yəni K 0-dan 9'a qədər rəqəmlərdir. İlk olaraq bunun açılışını yazırıq. 90'da 4K ədəd olduğuna göstər xətt. Çıxaq 4 əvvəlki ədədi üstə gələk. 90'da K 4 ədəd çıxaq nə? K bərabərdir. Məxrəcimiz eyni olduğundan sürətləri toplayırıq. 4K bunu açanda 40 üstə gələk K çıxaq 4 üstə gələk 10K üstə gələk 4 çıxaq K bərabərdir. Mənfi 4, müsbət 4. Buna ixtisar getdi. Qaldı müsbət K, mənfi K. Bunlar da getdi. Geridə qaldı 10K üstə gələk 40'a. Bölək 90. Bu da bərabərdir. 10 ortaq vuru çıxarsa qalır K üstə gələk 4 bölək 90. 9'a getdi. K üstə gələk 4 bölək 9. 10 ixtisar getdi. Qaldı K üstə gələk 4 bölək 9. K'nın hansı ən böyük qiymətində cəmi düzgün kəsirdir? Ən böyük qiymət olmasın. K buradan 0'dan 9'a qədər rəqəm alır. 0 verəndə 9'a bölünmür. 1 verəndə bölünmür. 2 verəndə bölünmür. 3 verəndə bölünmür. 4 verəndə bölünmür. 5. 5'də bölünür. 6'da bölünmür. 7'də bölünmür. 8'də bölünmür. 9'da bölünmür. Deməli doğru cavab nədir? 5. Ən böyük qiymət nədir? 5. 61-ci sual. Deyir düz xəttdən 4 cm məsafə yerləşən, bura H-dır. Yəni məsafə dediyinə görə hündürlükdür. Burada hər hansı bir A nöqtəsidir və buradan hər biriniz olub 5 cm mail çəkilmişdir. Mail. Eyni istiqamət deməsi yəqin müxtəlif. 5, 5. Bura nədir? 4. Burada 2 dənə düzcaq yaranır və maillərin arasındakı, otucular arasındakı, yəni bu məsafədən B C-ni istəyir. Pifagora görə tapırıq ki, bura 3, buranı desək
BD məsafəsi Pifaqora görə 3. Burada 3'dür. Bizdən BC məsafəsi eləyir 3 üstə görə 3. Bu deyirlər 6'ya. 62-ci sual. EBOB AB bərabərdir 5'ə. A vuraq B bərabərdir 75'ə. Deməli A ilə B ədədi hər ikisində 5 vuruğu var. Hər hansı bir digər vuruq X olsun, digər vuruq Y olsun. AB'ni də yaza bilərik ki, A vuraq B bərabərdir 75'ə. Hansı ədədlər ola bilər? 15 vur 5, 25 vur 3 və yaxud yerlər dəyişik ola bilər. 25 vur 3 bunun hasili 25'dən 3'ün əbobu 1 eləyir. Bunu götürə bilərik. Amma 15'dən 5'i götürə bilərik. 15'dən 5'in əbobu neçə eləyir? 5. Deməli biri 5 isə, digəri 15 isə, deməli biri 1'dir, Y 1'dir, X 3'dürsə, deməli 15 5 3 1. Bizdən A üstə görə B-nin cəmini istəyir. 15 üstə görə 5 bərabər neçə? 20. 63-cü sual. Bizdən istəyir 2x çıxaq 1, 2x üstə görə 1 çıxaq 4x vur x çıxaq 3 bərabərdir 35'ə. Tənif verib. Tənif edən ki, vur mötəziləni vurub açaraq. Mötəziləni vurub açanda 4x kvadratı çıxaq 1. Müxtəsər vurma düsturuna görə. Çıxaq 4x kvadratı mənfi ona görə müsbət 12x bərabər 35'ə. Mənfi müsbət bunlar apardı. Qaldı mənfi 1 üstə görə 12x 35'ə. 12x bərabərdir 35 çıx mənfi 1. 12x bərabərdir 36'ya, x də bərabərdir 3'ə. Altmış dördüncü sual. A bərabər 4'də 1, 3 mənfi 2'a vuraq, 3 6 üstü A. Əsaslar eyni olduğuna görə qüvvətlər toplayırıq. Üstə gələk 6A bərabərdir 3 üstündə 4A. A'nı da yerinə qoysaq 3 vuraq 4 vuraq 4'də 1. Bu da bərabərdir 4'lər qısaca üstü 1. O da bərabərdir 3'ə. Doğru cavab yəqin Y variantıdır. Variantda düşməyib. 65. Dairənin radiusu 5 dəfə artarsa, dairənin sahəsi S bərabərdir pi R kvadrat olduğundan R 5 dəfə artarsa, sahə nə qədər artar? 25 dəfə artar. 66. AC'miz 7, CB'miz 14 ise AB'miz neçədir? 7 üstə gələk 14 bərabər 21'ə. 2 kökdə 25, 2 vuraq, kökdə 25'dən çıxır 5, 16'dan çıxır 4, vuraq 2 vuraq 3, 10 çıxaq 4 üstə gələk 6 bərabərdir 6 üstə gələk 6 o deyir 12. Doğru cevap yəqin C variantıdır. Buradan düşməyib. EBOB 36. EBOB 36 bərabərdir. Bunu 6 vur 5 kimi, 6 vur 6 kimi. Hər ikisində olan vuruq hansıdır? 6. Deməli EBOBumuz nədir? 6. Y bərabər 5x çıxaq 17 funksiyasının qrafik üzərində yerləşən və ordinatı 3'ə olan nöqtəni tapın. Qrafik üzərində yerləşirsə, hər nöqtəsi yerləşir x 3. Ordinatı 3'dür, x istəyir. X'i gətirib yerinə qoysaq, A deyək də P demək. A 3. Gətirib yerinə qoyuruq. Y'imiz 3, x'imiz A'dır. 5 vur A. Çıxaq 17. 3 üstə gələk 17 bərabərdir 5A'ya. 20 bərabərdir 5A. A da bərabərdir 4'ə. Demək Y variantı 4'müş. Kubun neçə tiri var? Dörd üstə 4 altta 2 yanına 2 yanında 12 dənə tiri var.
Deyir yalnız 71-ci sual. Deyir yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalına 7 misli. Yazaq Həsəni xıyla, Əliyi ə ilə, Vüqarı v ilə işarət et. Deyir ki, Vüqarın qazanma ehtimalı, Həsənin qazanma ehtimalı pH, yəni Həsənin ehtimalı bərabərdir Vüqarın qazanma ehtimalının 7 misli. Vüqarın P Vüqar vuraq 7. Digəri Əlinin qazanma ehtimalı. Gəlin bunu biz burada yazaq. Burada yetişməyəcək. 71. Yəni pH bərabərdir 7 vuraq PV Vüqara. Vüqarın qazanma ehtimalının 7. Əlinin qazanma ehtimalının 2 mislidir. Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Əlinin qazanma ehtimalının 2 mislidir. Yəni pH bərabərdir 2 vur P əli. Bunlara ortaq bölən kimi tapanda 2, 7 var, yəni 14 kimi götürsək, yəni pH-ı Həsəni 14x kimi götürsək, oradan P Vüqarı 2x kimi, pH-ı P əlini isə 7x kimi tapa bilərik. Dəyişən kimi. Əlinin qazanma ehtimalını tapın. Buna görə yarışmanın əlinin qazanma ehtimalını tapın. Bilir ki, ümumi bunların cəmi 1-ə bərabər olmalıdır da, bu ehtimalların cəmi. Ehtimalların cəmini toplasaq, 14x üstə gələk 2x üstə gələk 7x bərabərdir 1-ə. Buradan 23x bərabərdir 1-ə, x də bərabərdir 1 bölək 23-ə. Gətirib bizdən 50-ni istədiyinə görə gətirib yenə qoysaq, 7 vuraq 23-də 1, o da bərabərdir 23-də 7-yə. Doğru cavab D variantı. 72-ci sual. 4 vuraq 12 üstündə n, 3 üstə n minus 1 vuraq 2 üstündə 2n plus 1 bərabərdir. 4 vuraq 12-ni vururuq 3 vur 4 kimi, yəni 3 vur 2'nin kvadratı üstündə n, 3 üstə n vuraq 1 bölək 3, vuraq 2 üstündə 2n vuraq 2 bərabərdir. 4 vuraq 3 üstə n qüvvətin kimyasında vuruq ayrı tapırıq. 3 üstə n vuraq 3'də 1 vuraq 2 üstündə 2n vuraq 2 bərabərdir. 3 üstə n'lər getdi. Getdi. Bu eləyir. 3'ü sürətdə qalıqdır. Burada qaldı 4 vur 3 kimi. 12 bölək 2 kimi. Bu da bərabərdir neçə? 6'ya. 73-cü sual. 4n veriləni yazacaq. A fərq B bərabər n, A birləşir B-yə. A-nın B-yə fərqi bu hissədir. Yəni 4 vuraq 2x üstə gələk 8 bərabərdir. Birləşmə hamısı 2x, 3x, 5x, 4x də bu 9x, 8, 1, 9 üstündə 5 gələndə 14. 8x üstə gələk 32 bərabər 9x üstə gələk 14. 32 çıx 14 bərabər 9x çıxaq 8x-ə. Bu eləyir 18 bərabərdir x-ə. Bizdən nəyə soruşur? N, B, A fərqi. Yəni bu hissəni. N, B, A fərqi. Bu da bərabər. N, B, A fərqi bərabər 4x üstə gələk 5-ə. Bunu da yerinə qoyanda 4 vur 18 üstə gələk 5 bərabər 77-yə. Bu düşməyib, yəqin belədir. 74-cü sual. Bucaq B. Bura ilə bura bərabərdir. Bura yox. C-ni göstərdik. Bura. O, B, A. Bura dəqiqən. A, B 6. O, C 6. A, O 5. Bizdən C D-ni istəyir. X-i. Bura ilə bura bərabər olduğundan çarpaz. Qarşılıqlı bucaq olduğundan.
Bu hissədə buna birinə bərabərdir. Oxşarlıq yazanda bir xəttin qarşısındakı tərəfin 5-in bir xəttin qarşısındakı 6-ya nisbəti bərabərdir. 2 xəttin qarşısındakı 6-nın 2 xət qarşısındakı x-ə nisbəti. 5x bərabərdir 36-ya, x də bərabərdir 7,2-yə. Bizdən CD-ni istəyir. 75-ci sual. ABC düzaqlısında AM MD-yə perpendikular, DM perpendikulardır. AB 6, AM 12. Burada 90 dərəcə olduğundan ADM-in dərəcə ölçüsünü tapın. Yəni bu hissəni istəyir. Bilirik ki 12-nin 6. Qarşıdakı katet hipotenuzun yarısına bərabərsə, deməli katetin qarşısındakı bucaq 30 dərəcədir. 30-60 dərəcənin xassəsinə görə. Bura qaldı 60. 90 dərəcə görə bura 30 dərəcədir. Digər 90 dərəcə görə bura neçə dərəcədir? 60 dərəcə. Deməli bucaq AD bərabər nəyə? 60 dərəcə. Rəhim birinci gün kitabın 40%, ikinci gün 45%, üçüncü gün isə qalan 110 qutardı. Kitab neçə səfər olduğuna görə tapın. 40%-ni oxuyub 5%-ni oxuyub. Deməli 45%-ni oxuyub, geridə qaldı nə? 55%. Deməli 55% 110 olan nədədir? Tapaq. Onu da tapmaq üçün x vuraq. X bərabərdir. Onu da tapmaq üçün 110-u vururuq 100-ə, bölük 55-ə. 1 elədi 2, 2 100-ə vuranda elədi 200. Bu neçə eləyir? 3, 9, 10. Mənfi elədiyinə görə, bu da mənfi. Mənfiyə böləndə işarə dəyişir. X böyükdür 5,5-dən. Bərabərsinin hər ikisi tam həllini tapın. Eləyir 6. Yetmiş 8-ci sual. Düz xətti yol boyunca. Tutaq ki, bir dənə düz xətti boyunca buradan ağaçlar bitir. Əkiblər A-dan B-yə. Burada hər hansı bir C ağacı var. C-nin C ağacı arasındakı məsafə nisbəti 3-4-dür. Buna görə deyir, A və C ağacı arasındakı məsafənin C və B ağacı arasındakı məsafə nisbəti 3x-in 4x-ədir. C ağacı A-dan başlayan neçənci ağacdır? A-dan başlayaq, buradan istəyir. Bunun üçün arasındakı məsafəni bilək. Nə qədər ağac yol boyu gedib. 85 ağac əkilibsə, demək ağacdan 1 white az yol var. Arasındakı məsafə var. Məsafələrin sayıdır. 84. Bunu bərabər götürüb 3x budur, cəminə. 3x gələk 4x-ə. 84 bərabər 7x-ə, x-ə bərabər 12-yə. Burada 36 arasındakı məsafə. Burada neçə eləyir? 48. Ağac dediyinə görə 1 artırırıq. Çünki başlanğıcdan sayırıq. 36 üstə gələk. 1 bərabər 37. Deməli 37 ağacmış. 79-cu sual. Bizə verib, trapesiya verib. İki oxşar üçbucağı ayırır. Oturacaqları 7-28 olsa trapesiyanın parametrini iti bucağı tənböləni. Oxşar üçbucağı ayrıda deməli bu tənbölən trapesiyanın diaqonalıdır. Bura alfadırsa burada alfadır. Çarpmaza görə burada alfadır. Bura 7-dirsə bura 28 verirlər. Deməli alfadırsa burada 7-dir. AC-nin oxşarlığa nisbət yazanda 7 vur 28-ə. Bu da bərabərdir 14-ün kvadratına. AC bərabərdir 14. Oxşar olduğuna görə nə deyə bilər? Bura betadsa, bura alfa deyə bilmərik. Çünki niyə deyə bilmirik? Çünki tənbölən deyil. Kör bucağın tənböləni, iti bucağın tənböləni 1 ola bilməz. Onun üçün bura alfa deyə bilmirik. Bura betasa demək burada betadır. Bura alfadır. Bura neçə eləyir? 14. Cəmi neçə eləyir? P. 14, 28, 56 perimetri. Amma burada bir səhvlik var ki, bu üçbucaq, bu qara üçbucaqdakı üçbucaq bərabərsizliyinin şərti ödəmir. Bərabərsizliyimiz nədir?
İki tərəfinin cəmi üçüncü tərəfdən böyük olmalıdır. Yəni 7 üstəgələk 7-nin cəmi üçüncü tərəfdən böyük olmalıdır. Bu bərabərçilik ödəmir. Bu sual səhvdir. Saysancı sual. Bizə verir ki, S2 bərabər x kubu üzrə 2x kvadrat üzrə 8 üzrə 16 üzrə verilən düzaq forması metal lövhədən sahəsi bu üzrə verilən düzaq forması kəsildi. M-ni x ilə ifadə edin. X-in hansı əməkisi tam qeybdə məsələnin həlli var. İlk olaraq bilməliyik ki, bu yekə üçbucaq düzbaqının sahəsindən S1-in sahəsini çıxanda bizə verir bunu. Xət qoydum şeyin. Yəni S2 çıxaq S1 bərabərdir. M vuraq x çıxaq ki, düzbaq olduğuna görə. Yazıq ki, x-in kubu üstəgələk 2x kvadratı üstəgələk 8x üstəgələk 16. S1-in sahəsi x kubu çıxaq x kvadratı çıxaq 12x çıxaq 12. Çıxma olduğunca işarəsi dəyişdi. Bərabərdir. M vur x çıxaq 2-yə. X kublar getdi. Biri getdi. X kvadratı çıxaq 4x üstəgələk 4 bərabərdir. M vur x çıxaq 2. Bu x çıxaq 2-nin mörtəzə kvadratıdır. M vur x çıxaq 2. Buradan m-i tapdıq. X çıxaq 2. M-i tapandan sonra bizdə də məsafə mənfi ola bilməzliyini ən kiçik qiyməti olduğuna görə bu ifadəni böyük 0 götürür. Buradan x böyük 2-dən ən kiçik tam qiymətini istəyir. O deyir 3. 81-ci sual. Bizə verir çevrə tənliyi. Bu edir x üstəgələk 2-də 1-in mörtəzə kvadratı çıxaq 4-də 1 üstəgələk y çıxaq 2-də 5-in kvadratı çıxaq 4-də 25 bərabərdir 29,5-ə. Bizə nə lazımdır? Radius. Çevrən radiusunu tapaq. Bu bizə verir x üstəgələk 2-də 1-in kvadratı üstəgələk y çıxaq 2-də 5-in kvadratı bərabərdir 29,5 üstəgələk 4-də 1, 4-də 25. O deyir 4-dür. 4-də 1, 4-də 25. Bizə verir 4-də 26. Üstəgələk 4-də 26. Bu bizə verir 9 tam. 6 tam 26 4-ə bölündə neçə düşür? 6 tam %5. 6 tam onda 5. Yəni 29,5 üstəgələk 6 tam onda 5. 35 bu bizə verdi 36-nı. Deməli r kvadrat bərabərdir 36-ya, r bərabərdir 6-ya. Radiusumuz 6-dır. Çevrənin daxilində çəkilmiş kvadrat. Tutaq ki, buradan çevrədir. Çevrənin tapışıq radiusunu daxilinə kvadrat çəkiriksə, deməli diaqramın kəsmə nöqtəsi çevrənin mərkəzidir. Çevrənin mərkəzi bura 6-dırsa, bura da 6-dır. Kvadratın sahəsində tapan s bərabərdir d kvadratı bölək 2. O da bərabərdir. O da bərabərdir. D-ni neçə tapdıq? 6, 6, 12. Eləyir 144 bölək 2. O da eləyir 72. Kvadratın sahəsi nə qədərdir? 72. Bu qədər. Qulaq asdığınız üçün təşəkkürlər. Sağ olun, salamat qalın.